dağa Musanı gördü. Bundan, anası saraya gəlməmişdən qabaq, biz ona süd analarını əmməyi qadağan etmişdik. Musanın bacısı belə dedi: sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni sizə nişan verimmi? Beləliklə gözü aydın olsun, oğlunun ayrılığına kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə Musanı anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz. Musa yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Musa şəhərə əhalisi xəbərsizkən girdi. Orada 2 nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. Musanın adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu əli yaxud əsası ilə vurub öldürdü və dedi: bu şeytan əməlindəndir. Həqiqətən o açıq-aşkar bir düşməndir, azdırandır. Musa dedi: ey Rəbbim, şübhəsiz ki mən özümə zülm etdim. Buna görə məni bağışla. Allah Musanı bağışladı. Həqiqətən o bağışlayandır, rəhm edəndir. Musa dedi: ey Rəbbim, mənə bəxş etdiyin nemət haqqı, mən əsla günahkarlara arxa olmayacam. Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Bir də nə görsə yaxşıdır. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: sən doğrudan da açıq-aşkar bir azğınsan. Musa onların hər ikisinin düşməni olan adamı, Qibtini yaxalamaq istədikdə, həmin Yahudi Musanın ona hücum etmək istədiyini zənn edərək dedi: ya Musa, sən dünən birini vurub öldürdüyün kimi, məni də mi öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zalim olmaq istəyirsən. Sən xeyirxahlıq edənlərdən olmaq istəmirsən. Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: ya Musa, əyan əşraf səni öldürmək barəsində məsləhət məşvərət edirlər. Elə bu saat şəhərdən çıx get. Mən həqiqətən sənin xeyirxahlarındanam. Musa qorxu içində ətrafına göz qoya-qoya oradan çıxıb: ey Rəbbim, məni bu zalım tayfanın əlindən qurtar dedi. O, Mədyan tərəfə yönəldiyi zaman dedi: ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin. Musa Mədyan kənarındakı bir quyuya çatanda, onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa qoyunlarını heyvanlara qarışmasın deyə geri çəkən 2 qadın görüb dedi: dərdiniz nədir? Onlar: çobanlar sulayıb getməmiş, biz qoyunlarımıza su vermirik. Atamız da ixtiyar bir qocadır deyə cavab verdilər. Musa onlar üçün su çəkib qoyunlarını suladı. Sonra da kölgəyə çəkilib dedi: ey Rəbbim, mən sənin mənə nazil edəcəyin xeyrə möhtacam. Sonra o 2 qadından biri utana-utana Musanın yanına gəlib dedi: atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötürü səni çağırır. Musa qocanın yanına gəldikdə başına gələnləri ona söylədi. O kişi, Şüeyb peyğəmbər dedi: qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan. O 2 qızın biri dedi: atacan, onu muzla çoban tut. Çünki bu güclü, etibarlı adam muzla tutduqlarının ən yaxşısıdır. Şüeyb dedi: 8 il mənə xidmət etmək şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən həmin müddəti tamamlayıb 10 ilə çatdırsan, bu artıq sənin tərəfindən olan bir lütfdür. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah mənim salih kəslərdən olduğumu görəcəksən. Musa dedi: bu mənimlə sənin aranda. Bu 2 müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə vəkildir. Musa müddətini başa vurub, ailəsi ilə birlikdə yola çıxdığı zaman, Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: siz burada durun, mən bir od gördüm. Bəlkə gedib ondan sizə bir xəbər, yaxud da bir köz gətirim ki, qızınasınız. Musa odun yanına gəlib çatdıqda, vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: ya Musa, aləmlərin Rəbbi olan Allah mənəm, əsanı at. Musa əsanı yerə atdı. O əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı. Heç dala da baxmadı. Biz ona belə buyurduq: ya Musa, bəri gəl, qorxma, sən əminamanlıq içindəsən. Əlini qoynuna qoy ki, əlin eyibsiz, qüsursuz, ağappaq çıxsın. Əlini özünə tərəf çək ki, vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan 2 möcüzədir. Onlar həqiqətən Allahın itayətindən çıxmış fasik bir tayfadılar. Musa dedi:
ey Rəbbim, mən onlardan bir nəfəri öldürmüşəm. Qorxuram ki, onlar da məni öldürərlər. Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram. Allah buyurdu, sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə tabi olanlar da mütləq qalib gələcəksiniz. Musa açıq-aşkar ayələrimizlə Firon əhlinin yanına gəldikdə onlar, bu uydurulmuş sehirdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik dedilər. Musa dedi, Rəbbim öz dərgahından kimin hidayətlə, doğru yola rəhbərliklə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən zalımlar nicat tapmazlar. Firon dedi, ey əyanlar, mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman, mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir güllə tikdir ki, ora qalxıb bəlkə Musanın tanrısına tamaşa edim. Axı mən onu həqiqətən yalançı sayıram. Firon və əskərləri yer üzündə naxaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Buna görə də onu və əskərlərini tutub dənizə atdıq. Bir gör zalımların axırı necə oldu? Biz onları, insanları cəhənnəm oduna çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir. Bu dünyada onlara lənət damğası vurduq. Qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar. Əvvəlki nəsilləri məhv etdikdən sonra insanlara bir nur, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Musaya kitab verdik ki, bəlkə öyüd nəsihət qəbul etsinlər. Ya Rəsulum, biz Musaya vəhy etdiyimiz zaman sən Tur dağının qərb tərəfində deyildin, sən buna şahid olanlardan da deyildin. Lakin biz neçə-neçə nəsillər yaratdıq, onlar uzun ömür sürdülər. Sən ayələrimizi onlara oxuyarkən, Mədyan əhli arasında deyildin, ancaq bu xəbərləri sənə göndərən bizik. Biz Musaya xitab etdiyimiz zamanda sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq sənə bunları öyrədib, onlara peyğəmbər göndərdik. Bəlkə öyüd nəsihət qəbul etsinlər. Öz əlləri ilə etdikləri əməlləri üzündən onlara bir müsibət üz verincə, ey Rəbbimiz, barı bizə bir peyğəmbər göndərəydin ki, biz də sənin ayələrinə uyub, möminlərdən olaydıq deməsəydilər, səni onlara peyğəmbər göndərməzdik. Dərgahımızdan onlara haqq, peyğəmbər gəldikdə onlar, Musaya verilən möcüzələr nə üçün eyni ilə ona da verilmədi, dedilər. Məyər onlar daha öncə Musaya verilənləri danıb, iki sehir bir-biri ilə köməkləşdi və biz hər birini inkar etdik, deməmişdilərmi? Ya Rəsulum, de, əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən, Qurandan və Tövratdan daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum.